Everestin tam zirvəsinə çıxanda özümü saxlaya bilmədim. Fikrimdən daşınmaq kimi bir şey ola bilərdi. Ən çətini özünü götürüb zirvəyə aparmaq idi. Nepaldan Asan TV vasitəsilə hər kəsə salam deyirəm. Səsim batıbdı, güclə danışıram. Hələ təzə evmişəm. İndi oksigeni ciyərlərimə çəkmə şansım var. Everestin tam zirvəsinə çıxanda bayrağı güclü külək olsa da, çantamdan çıxardanda, bayrağımı açanda və onu görəndə özümü saxlaya bilmədim və ağlamağa başladım. Ağlayan kimi də göz yaşlarım başladı donmağa. Mən amma yenə ağlamağa davam edirdim. Bəlkə də bu şəxsi bir istək olsaydı, bəlkə həqiqətən hansısa bir an geri qayıtmaq, fikrindən daşınmaq kimi bir şey ola bilərdi. Heç Azərbaycan xalqının bundan xəbəri olmasa da mənə elə gəlirdi ki, bundan hamının xəbəri var və mən çox ciddi bir məsuliyyət hiss edirdim. Ona görə mənə güc verən həqiqətən sözün əsl mənasında mənim bayrağım idi, Azərbaycan idi. Ən çətini özünü götürüb zirvəyə aparmaq idi. Bəlkə də bu çox dağçılarda var. Əsasən hündür zirvələrdə özünü çadırdan çölə çıxarmaq mənə elə gəlir ki, işin ən çətin hissəsidir. Növbəti zirvə çox maraqlı olacaq. Həddindən artıq maraqlı olacaq.